Lütullah Aydə səni qoşuram, amma xahiş edirəm, tanımırıq da səni, normallə danış, xahiş edirəm. Səni qoşuram. Rəna qoşuram, amma xahiş edirəm, başqa şey danışma. Dəqiq. Subaysansa evlənək. Nədir problem? Sən subay, mən subay. Sağ ol, Bahar. Mən də hardadır o bəxtlar şeflərə. A şeflərə, mən razıyam. Əsas sən razı ol. Qız tərəf sənsən, sən razı olmalısan. Mən nə var? Mənim 38-də gəlib çatmışam, qocuyub qarmışam, evdə qalmışam. Kim olsa evlənəcəm. Az gülmə. Həqiqi deyirəm, subaysasa deyə evlənək. Evdədir Əliyev, evdədir. Oğlan razı. Oğlan razı, əsas qız razı olmalı. Şeflərə. Nə dostdur. Nə dostdur. Dost var indi. Ekranı vurun, biraz qalxsın ekran, xahiş edirəm. Yox, ay Günəş, yox. Hansı imtihan, de görəyəm. Bəli, Allah böyükdür, dost yoxdur. Dost sənin evindir. Yemək pişir. Bizim ölkədə yaxşı olmur dostluq. Bizdə hələ dostluq kəlməsin. Qızla qadın, oğlanla kişinin, nə bilim, qızla qadının, qadın qarşıdır. Kişi ilə qadın dostluğunu hələ tuta bilmirlər. Ürəkləri təmizdir bizimkilər. Yox, dövlət imtihanı 2005-də verib institutda girmişəm. Mən indi belə imtihan vermişəm var. Ekranı vurun, biraz qalxsın, xahiş edirəm. Salam Vaqif, salam. Allah səni də nəzərdən qorusun Vaqif. Yemək. Nə bişirəcək? Daş oynatmış, yemək pişirəcək. Nə işləyəm. Yaxşı yazın. Sən istəyirəm şeflərə. Sən, nə bilim, neysə. Yemək süfrəsidir. Pis yazmayaq, yaxşı şeylər yazaq. Süfrədə bərəkət var, xahiş edirəm. Xışıldamır, şeydədir. Çox xışıldayır ki. Sürücüyəm. Deli və qüdrətin dəriyə, çox sağ ol. Çox sağ ol, sədəmə. Sürücüyəm. Azərbaycanda nə iş ola bilər? Sürücü, fəhlə, afisyan, bir də zapravka. Azərbaycanda nə iş deyə bilər? İnstruktor nə iş deyə bilər?
Çox sağ ol, Allah böyükdür. Mən yenə də deyirəm, söhbət oruç tutmaq. Oruç tutmaq fiziki bir əməldir. Amma içdən ona əməl edir. Tək ac qalmaqla yox. Əməli içdən edir. İçimizdə insanlara qarşı şeylər düşünür. Bacardığımız qədər bir-birimizi söymür. Məsəl qədər. Mən McDonald'dayım, ona görə. McDonald'dayım deyəndə, burada adamlar çox dolanırsa. Sağ ol, Məhməd ol. Mən McDonald'dayım, onların səsidir, cəmaatın səsi. Çox pis gəlir ki, səs ki. Naşıq dəqiqə ki, ay Cəfərova, çox pis səs gəlir, xışıltılar. İndi gəlməməli daha, dayandırmışam xışıltını. İndi dayandım. Naşıq əlimdən tərpədirdim, Allah böyüdür, ona görə xışıldayır. İndi saxlamışam əlimdə naşıq xışıldandır. Amma bu cəmaatın səsi var da yenə. Bildim. Vaqif, Allah da səni göz nəzərdən qorusun. Göz mıncığına görə sağ ol. İndi dayanıb düz deyirsən. İndi yaxşı. Səs-küy cəmaatın səsində qədəsi. Çox adam var burada. Mən elə pislər düşürləmişim. Hər gün McDonald's otururam. Buranın da yeməkləri bilirsiniz, hamısı ziyanlı şeylər. Həm ziyanlıdır, həm bahadır. Sən bayaq da deyəsən gözümü ucuğa atdın, çox sağ ol. Belə xoş şeylər yazaq, pozitiv şeylər yazaq. Yoxsa bir-birimizi söyləyirik, bir-birimizi batırıq. Nutulla, səni qoşuram, amma yaxşı danış. Nutulla, səni qoşmuşam, yayındasan, xahiş eləm yaxşı şeylər danış. Bax, tanımırıq səni. Pis danışdan çıxardacağım. Salam əleykum qardaş. Mən gözəl tanıyır. Mən gözəllə danışıram hər zaman. Bildim, de gözəl yayındadır, eşitirsən. O səsi bağlayıb amma... Hoş geldin. Edersen. Sağ ol canım. Sən necəsən gözəl? Sağ ol Ayleyim. Yaxşısan mı? Yaxşıyam, sağ ol. Sən nə edirsən? Necə gedir işin? Yaxşı çörək yeyirik. Gel sen de gel. Afiyet olsun, nuş olsun. Sağ ol canım. Gittin mi işe? Geldin mi? Geçmişim. Şöyle söyle. Necə gedir? Yeni başladın da ora. Necə gedir işin? Ama süper. Allah Sen çok işte. şükür. Gel de yere. Otur da Allah'a otur. şükür, ay gözəl. Ne kadar sasa. Şükür gün dalasan. Otur. Bəs. Necədir? Yaxşıdır. Biri gedim nənəsi gilə. Dün anniversary-ində. Gedib orada çimiyib, bilməyim nə tər yatıbsa. Nə təribsə deyil, ağrıyır. Bədəni hamısı ağrıyır. Ayağı xəstələnib uşaq. Başı bir tərəfdə. Ayaqları bir tərəfdə. Allah şəfasını Elmarın neçə versin. yaşı var, gözəl? Yəngəm sağ ol, sağ ol. Gəl sən dərman verəcəm dimizə. Gözəl. Ümumiyyətlə xəstəliklər yayılıb. Nə dəri? Elmarın neçə yaşı var, gözəl? Elmanın 12. Maşallah. Maşallah gününüz olsun. Dünənləri. Bəli.
O xanım Türkiyədə olur, qoşulan xanım. Bilmirəm ki. Xanım, mikrofonu bağlayıb. Hə, mən Türkiyədə yaşayıram. Elmar dünən göstərəyəm, nənəsi gilə gedib, dünən də qayıdıb gəlib, bir gecə qalıb qayıdıb gəlib də. İndi də var, ayaqları bir tərəfdə, bədəni ağrıyır, kürəyi ağrıyır, başı ağrıyır, zızığıl deyil. Sabahın nənəsi gilə gedib. Sağ ol Səma, təşəkkür edirəm canım. Gilə gedib, atası gilə. Hə də cavab. Hə, o biri nənəsi gilə. Hə, bildim. Salam canım, xoş gəldin.